İnsan öz mənəviyyatınla məşğul olmalı və əsas yolu da təhsib-i nəfsdir. O ki, vurğuladınız, Əhl-i Beyt əleyhissalam, bəli, onlar ən mühəzzəb, yəni ən paçlanmış insanlardır, ən mütəhhər insanlardır. Bizim onlarla bir araya gəlməyimiz üçün, mənəvi rabitəmiz üçün gərək onların göstərişlərinə biz tamaşa edirik. Ən çox baxaq görək bizə nəyi çox tövsiyə edirlər. Çox mühüm məsələdə insan mühəqqqiqcəsinə təhqiq edərək, nəinki səthi bir baxışla Qur'anın və Əhl-i Beyt məarifinə səthi baxışla onun batinində olan, necə ki o, mən bəzən misal vururam, o dəryaların dibində, okeanların dibində o görsən baş vururlar, gedirlər qiymətli əşyaları tapıb çıxardılar. Maarif də bu cürdür. Maarif də bu cürdür. Üzdən oxuyub getməklə orada çox nöqtələri insan ələ gətirmir. Bəzən ona vaxt ayırasın. Dəstəmazla, təharətlə, qarnı yeməkdən boş olan halda, xüsusi vaxtlarda, sübh vaxtlarında insan otura Qur'anda təfəkkür eləyə, Əhl-i Beyt məarifini təfəkkür eləyə. Orada bəzi gövhərlər insanın əlinə gəlir. Biz bu cür nəgər Əhl-i Beyt məarifinə baxsaq, görərik ki, Murtaza müəllim bir neçə şeyi bizə çox tövsiyə ediblər. O ki, vacibat öz yerində, haramdan çəkinmək öz yerində bu ümumi bir göstərişlərdir. Bunlardan sonra gəlir növbəti mərhələdə əsasən bizə ən çox təkid ediblər gecə xəlvətlərini, gecə ibadətlərini, gecə Allahla üns. Gecə vaxtı Allahla üns tapan insan, mərifət əhli buyurub ki, hətta o insan Əhl-i Beyt məsləkində, Əhl-i Beyt məzhəbində olmasa belə, o bir gün o ilahi nurun nəticəsində o qədər hər gecə Allahla münacət eləyir. Hər səhər vaxtı sübhdən bir saat qabaq məsələn durur, gecə namazı qılır, Allahla münacət eləyir. Hətta şiə olmasa da belə. Hətta şiə olmasa da belə. Buyururlar ki, Allah onu o tövhid nurunun sayəsində o insan gəlib Əhl-i Beyt qapısına çatacaq. Qətiyyəsiz. Çünki bütün məniyyət, bütün o təəssübkeşlik, şeytani qərəzlər insandan əriyir, gedir. Allahla ünsün nəticəsində, Allahla ünsün şirinliyini dadmaqla insandan bütün rəzilə sifətlər gedir. O insana haqq nədir təqdim eləsələr, dərhal qəbul edir. Daha onun vücudunda bir mane yoxdur. Təəssübkeşlik qalmır. Allah o şeytan səcdə eləməndə Allah buyurdu ki, ma mənəkə, şeytana deyir ki, sənə mane olan nə idi ki, sən Adəmə səcdə eləmədin? Diqqət etsiniz. Sənə mane olan nə idi? Burada sözlər var, ha? Sözlər var. O şeytanın o kibri, üzbü, o axirət tarixindən 6000 il ibadət eləyən şeytana doğrudan mane olan nə idi? Bir adam ki, o qədər Allaha səcdə eləyə, ibadət eləyə. Amma zahirdə də heç vaxt demirdi Allaha ki, mən sənə heç vaxt demədi Allaha ki, mən sənə ibadət eləmirəm, səcdə eləmirəm. Bəzən deyirlər insan o şeytandan da lap aşağıdır. Bəzi insanlar aşağı heç onu da eləmirlər. Şeytan amma zahirdə heç vaxt demədi ki, hətta o orada və bi izzətikə, Allahın izzətinə də alınır. Yəni qəbul edir. Və bi izzətikə bələ uğviyənnəhum əcməin. İlla ibadəkə minhumul muxləsin. Və yolu da necə gözəl bilir ha. Bilir Allahın müqərrəb bəndələri kimdir. O xalis olmuş, xalis edənlər yox ha, əməllərini xalis edənlər yox. Xalis olmuşlar. Yəni Allah tərəfindən onlar paçlanıblar. Deyir, onlara mənim əlim çatmaz. Diqqət edin. Onlarsa Allah Teala şeytana deyir ki, sənə mane olan nə idi? Səcdə. Diqqət edirsən. Yəni vücudumuzda maniyələr var bəzən həqqi qəbul etmək. Sözümün canı odur ki, hətta şiə olmasa da belə bir adam daim gecə vaxtı Allahla ünsi olan insan mütləqdir. Mütləqdir o yavaş-yavaş mənəvi rabitə. Bəli, mənəvi rabitə tapacaq Əhl-i Beyt əleyhissalam. Çünki İstəyir insan qəbul eləsin, istəyir qəbul eləməsin, varlıq aləmini təkvinən Allah Teala bu cür xəlq edibdir. Yəni artıq ona görə insan çata onu bilə də, diqqət edirsiniz. Əhl-i Beyt maarifində ola, Rəbbani alimlərdən eşidə və yavaş-yavaş yola gedə, o mətləbi dərk eləyə ki, varlıq aləmində məxluqata hər nə Allahdan feyz gəlirsə, feyz vasitəsi Peyğəmbər vali Peyğəmbərdir. Hər zamanda olan Əhl-i Beytdən olan imamdır. Bizim zamanda da 12-ci imamdır. İmam Zaman Əcəlallah Teala Fərəcə Şərifdir ki, hətta kafirlər belə onun süfrəsində oturublar. Diqqət edirsiniz, bütün məxluqata Allahdan gələn feyz
Varlıq aləmini Allah bu cür yaradıb. İstəyirsən qəbul eləsən, qəbul eləmə. Hər kim istəyir qəbul eləsin, istəyir qəbul eləməsin. Feyz vasitəsi olardı. Və nə çox böyük ariflər ki, qabaq əhli sünnət ailəsində dünyaya gəliblər, böyüyüblər. Buna heç bir şək yox. Böyük şəxsiyyətlər. Böyük alimlər, ariflər olublar. Mövlana kimi, nə bilim, İbn Ərəbi kimi bəzi böyük şəxsiyyətlər ki, mərifət əhli olublar. Amma onlar əhli sünnət ailəsində böyüyüblər, əhli sünnət. Amma xalisanə Allahla aralarını xalis ediblər və həqiqətən də Allaha doğru mənəvi səfərdə olublar. Onlar mənəvi yolla gediblər, bu həqiqətə çatıblar. Nəinki hansı şiə ilə oturublar, elmi bəhs eləyiblər, onlara məsələn hədis Sihah-i-Sittədən hədis gətiriblər, onlar qəbul. Yox, onlar o cür qəbul eləməyiblər. İmam zamanı, Əhl-i Beyti, feyz vasitəsini. Onlar mənəvi yolla gediblər. Mənəvi yolla gediblər, xalisanə. Onlar bu idraka çatıblar ki, bu həqiqətə çatıblar ki, mütləqdir, qaçılmazdır ki, bir nəfər vəliyullah feyz vasitəsi olmalıdır. Bir nəfər vəliyullah Allahın kamil vilayətini yer üzündə daşıyan bir nəfər ilahi höccət olmalıdır. Ki, insan o tohid qapısı olsun. O tohid qapısı olsun.